həmin o xoşbəxt insanlardan birindən danışıram ki, indi də yaşayır. Adı çəkilir. Dindar, qeyri-dindar, hamısı ona hörmətdən danışır. Bizim Azərbaycanımızın ən tanınmış şairlərindən, ümmətin şairidir, müsəlmanların şairidir. Amma Azərbaycan dilində, türk dilində, fars dilində, ərəb dilində şeirlər oxuyan hamımızın tanıdığı Muhammed Füzulidir. Şairdir. Şeirləri qalır. Hamısı onun şeirlərinə qiymət verir. Elə bir şair tapmazsan bu günləri, onun şeirindən sitat gətirməsin. Onun əsərlərinə müraciət eləməsin. Muhammed Füzuli, tanınmış şair, iki imamın hərəmində, Həzrəti Əli əleyhissalamın və İmam-ı Hüseyn əleyhissalamın hərəmində xidmətçi olub, xadim olub. Yəni, girənlərin ayaqqabısını cüddüyüb, qabağına çıxıb, hətta bir yerdə oxudum, bir söz nə işə baxıb, bəlkə bəzilərimiz ona sadə baxaq. İmam Hüseyn əleyhissalamın hərəmində şam yandırmaq işlə baxıb. Şam nədir ki? Belə baxanda. Bu adam bir şamın yandırılmasının üçün İmam Hüseyn hərəmində özünü nökər bilib, xidmətçi bilib. İmam Hüseyn əleyhissalam haqqında və Əhl-i Beyt haqqında şeirlər deyib. Amma bir kitabı da onun Həqiqətü Süəda adında olan kitabı Muhammed Füzulinin qalmaqdadır. Məndə evdə var, nüsxədir, Azərbaycanda da çap olub. Həqiqətü Süəda, Xoşbəxtlərin Bağı adı. O kitabın özün xüsusilə Kərbəla hadisəsi haqqında yazır. Mən iki şeirin deyirəm sizə. Baxın, biz Hüseyn süfrəsinin nanunəmək pərvəriyik. İmam Hüseyn süfrəsində biz olan duz çörəklə böyüyənlərik biz. Biz Hüseyn süfrəsinin nanunəmək pərvəriyik. Harada vardısa Hüseyn adı, ona müştəriyik. Gecə gündüz o şaha növhə deyib ağlamışıq. Gər qəbul etsə bizi, qəbul etsə onun nökərinin nökəri. Özü yox. İmam Hüseynin nökəri olmaq hər adama nəsib olmur. İmam Hüseynin nökərinin nökəriyəm mən. İndi Muhammed Füzuli bu şeiri deyir. Azərbaycanda bir yana kostyum geyinən, qalustuk taxanın biri qalxıb deyir. Bu İmam Hüseyin məhəbbəti Kərbala nədir filan ağlaşırsınız. Xahiş edirəm, ged öz danıb, öz hayva ağlarsan. Nə bilirsən İmam Hüseyin nədir, Kərbala nədir?